Diz ağrılarınız üçün diz içərisinə iynə məsləhət gördülər, amma hansı iynə olduğunu bilmirsiniz? Ekrana yaxın əyləşin. Ən çox istifadə etdiyiniz diz içi iynələri qısa şəkildə izah edin. Ortopediyada diz artrozu üçün ən çox istifadə etdiyimiz 4 növ oyna-daxili inyeksiya var. Birincisi kortikosteroidlər, xəstələrin əsasən hormonal iynə dedikləri dərmanlar. Bunlar əsasən dizdəki iltihab və ağrını tez aradan qaldırmaq üçün istifadə olunur. Təsiri adətən qısa müddətlidir və tez-tez təkrarlanması məsləhət görülmür. İkincisi, trombositdən zəngin plazma və ya PRP. Bu üsulda xəstənin öz qanı xüsusi üsulla hazırlanır, dizə inyeksiya edilir. Məqsədi iltihabı azaltmaq və funksiyanı yaxşılaşdırmaqdır. Daha çox erkən və orta dərəcəli artrozlarda istifadə edirik. Üçüncüsü, hialuron turşusu. Xəstələrin çox vaxt gel iynəsi dedikləri vasitə. Bu maddə dizdəki oynaq mayesinə bənzər şəkildə davranaraq sümük sürtünməsini azaldır və hərəkətləri rahatlaşdırır. Dördüncüsü isə mezenximal kök hüceyrələr, yəni kök hüceyrə müalicəsi. Bu üsul daha çox iltihabı azaltmaq və oynaq mühitini yaxşılaşdırmaq məqsədi ilə istifadə edilir. Son dönəmlərdə populyarlıq qazanmışdır, maliyyət olaraq digər yöntəmlərdən biraz daha yüksəkdir. Unutmamaq lazımdır ki, bu iynələr ağrını azaldır, artrozun irəliləməsini yavaşlata bilir. Amma zədələnmiş qığırdağı tam bərpa etmir və sümük deformasiyasını düzəltmirlər. İynənin effektivliyi isə artrozun dərəcəsi, yaş, çəki, fiziki aktivlik kimi bir çox digər faktorlardan asılıdır. Əgər diz ağrısından əziyyət çəkirsinizsə, düzgün diaqnoz və müalicə üçün bu nömrə ilə əlaqə saxlaya bilərsiniz.